Xaçmaz şəhərində Azərbaycanın dövlət bayrağına hörmətsizlik olunub, bayraq dayaqlarla birlikdə yerə atılıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz rayon şöbəsinin yerləşdiyi həyətin sol tərəfində qalaqlanmış dayaqlar ilk baxışda diqqət çəkib və mənzərə təəssüf doğurub. Və dayaqların yuxarı hissəsinə bərkidilmiş Azərbaycan bayraqları ilə birlikdə yerə atıldığı görünüb. Dəmir dayaqların altında və kənar hissələrində bir neçə dövlət bayrağı var. Qeyd edək ki, bayraqların dayaqlarla birlikdə yerə atıldığı ərazidə Aktanın Xaçmaz rayon şöbəsinin binası yerləşir. Hansı ki, bu küçə Vətən müharibəsi şəhidi Rauf Babayevin adını daşıyır. Küçənin girişində şəhidin plakatı da quraşdırılıb. Məsələ ilə bağlı Akta ilə əlaqə saxlanılıb. Agentlikdən bizim mediaya bildirilib ki, sözü gedən ərazi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz rayon şöbəsinə deyil, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansına məxsusdur. Və Azərbaycan Respublikasının dövlət bayrağı ölkənin suverenliyinin, müstəqilliyinin və şəhidlərimizin qanı bahasına qorunan dövlətçiliyimizin rəmzidir. Belə bir rəmzin yerə atılması, baxımsız, hörmətsiz və sıradan bir əşya kimi digər materiallarla birlikdə qalaqlanaraq yerə atılması təbii ki, təəssüf doğurub. Ümid edirik ki, məsul şəxslər vəziyyətə dərhal müdaxilə edərək dövlət rəmzlərimizin qorunması və düzgün şəkildə saxlanılmasına riayət edərlər.